Salam. Bugün biz yenə düşüncə xətalarından danışacağıq. Düzdür, bunun adı düşüncə xətası kimi qəbul olunub, amma əslində bu düşüncə təhrifidir. Xəta deyil, bu bizə çox lazım olan bir mexanizmdir. Sadəcə artıq dərəcədə çox istifadə olunanda bu həyatımızı çətinləşdirir və həyatımızda problem yaşadır bizə. Ə, Bugünkü düşüncə xətalarımız hər şey və ya heç nə və ya iki tərəfli düşüncə, binar düşüncə, İkili düşüncə, ağ-qara ikili düşüncə. düşüncə, ağ-qara düşüncə də demək ola bilər. Yəni ya yaxşıdır, ya pis. Ya bacarıqlıdır, ya tam uğursuzdur. Ya yəni ağ-qara deyəndə ki, ortadakı bu rənglərin çalarını görmürük. Ya ağdır, ya qaradır. Və bu çox böyük çətinliklərə gətirir insanı, depressiya, anxiety, yəni təşviş, Təşviş. hə, başqa məsələn şəxsiyyət pozuntularında da bunu müşahidə edirik. Deyək ki, hər hansı bir bloqeri izləyirsiniz, bir dənə hansısa postundan xoşunuz gəlmədi, tamamilə onu silirsiniz. Mən bunu sevmirəm də. Bu bir dənə səhv. Yəni bir səhvə görə tamamilə insanı yox eləyirsiniz həyatınızda. Sadəcə bloqeri yox, həyatımızda da məsələn bir insanla, bir partnyorla yeni görüşməyə başlayırsınız. Bir səhvdən sonra deyirsiniz, yox, bu mənə yaraşmır. Bitdi. İşdə ola bilər, məsələn, iş yerində müdürünüz daima sizə yaxşı davranır, amma bir dəfə onun hansısa bir səhvini tutursunuz və ya sizə qarşı çox da mülayim davranmır. O dəqiqə deyirsiniz ki, mənim burada karyeram bitdi. Bu artıq mənlik deyil Bu o pis adamdır. və o pis adamdır və bizimki heç vaxt tutmayacaq. Mən burada münasibətimi dayandırıram. Hər şey və ya heç nə düşüncəsi all or nothing deyilir ingiliscə. Həm də bir balaca overgeneralization, yəni artıq dərəcədə ümumiləşdirməyə də bağlıdır. Biz keçən dəfə bunu danışmışdıq ki, düşüncə xətaları həmişə bir-birinin yanında gəzir. Və hər şey və heç nə düşüncə xətası da həmişə artıq dərəcədə ümumiləşdirməklə birlikdə gəzir. Amma burada balaca fərq nədir? İki tərəfli düşüncədə daha çox neqativə fokuslanırıq. Yəni bir dəfə, yəni bir xüsusiyyət, nə isə bir dənə bir şey xoşumuza gəlmirsə, biz tamamilə o insanı və ya o təcrübəni həyatımızdan silməyə hazırıq. Amma Bir həmin o reaksiyaya qədər də biz o insanı ideallaşdırırıq. Bu da ikili düşüncənin bir hissəsidir, düzdür? insan ya tam yaxşı ola bilər, ya tam pis ola bilər. Və bu həqiqətən belə deyil. Hər bir düşüncə xətası ilə olduğu kimi bu düşüncə xətasında da biz faktlara yönəlməliyik ki, bu həqiqətən belədirmi? Hər hansı bir insan %100 həmişə ideal ola bilərmi? Elə bir insan ümumiyyətlə var, yoxdur. Ona görə biz daha mərhəmətli olmalıyıq başqalarının səhvinə qarşı və öz səhvlərimizə qarşı. Deyək ki, biz bir dəfə səhv bir şey dediksə, o demək deyil ki, biz artıq savadsızıq. Bitdi. Yəni burada yenə həm artıq dərəcə ümumiləşdirmə gəlir, həm də etiketləşdirmə gəlir üstünə və Çünki həyatın mənfi və müsbət aspektlərini yan-yana apara bilmirik. Mütləq bunları ayırmalıyıq. Çətindir çünki onu yan-yana aparmaq. Bu da yəqin emosional inkişaf dövründə yaşadığımız travmalardan irəli gələ bilər. Ümumiyyətlə bu da başqa düşüncə xətaları kimi uşaqlıqdan gəlir və uşaq üçün dünya ümumiyyətlə iki tərəflidir və fikir verirsiniz ki, məsələn, uşaqlar üçün multfilmlərdə belə bilirsən ki, bu yaxşıdır, bu pisdir, bu xeyirxahdır, bu zalımdır. Amma həyat uşaq multfilmi deyil. İnsanlar belə deyil. Bir insan bu an burada çox qəzəbli ola bilər, sonra soyuyub qayğıkeş və mülayim ola bilər. Və bir insan hardasa həqiqətən səhv edirsə, çox böyük səhv edirsə, məsələn, tamamilə onun üzərindən xətt qoymaq lazım deyil və onun başqa nə yaxşı xüsusiyyətləri varsa, onu yada salmalıyıq, onu düşünməliyik.
Əgər Uşaq insan o elədiyi səhvi başa düşürsə, hə, onun üzrünü istəyirsə və təmir etməyə hazırdırsa, davranış dəyişdirməyə hazırdırsa. Bunu niyə dedim? Çünki bəzi insanlarda da davamlı hamını bağışlamaq davranışı var. Və buradan o insanları biraz da ruhlandırmaq istəmirəm ki, hı, həyatlarında səhv eləyən insanları davamlı bağışlamağa davam eləsinlər. hı, Yəni qarşı tərəfin də reaksiyası olmalıdır ki, o səhvi düzəltmək istəsin. hə. Ki, münasibətlər Bax qarşılıqlı burada yenə hörmətlə axsın. Əfsanə, bax o insanlardan danışırıqsa, yenə düşüncə xətası nə zaman xətadır? O zaman ki, sən bunu həmişə edirsən. Yəni ümumiyyətlə sən deyirsən ki, bir səhvdən sonra insan bir səhv elədisə, mənim həyatımda onun Hı, artıq yeri hı, yoxdur. hı, Bu ol ornasım düşüncəsidir. hı, Yəni bu hı, hı, ya həp hı, ya iç türklər demişkən. hı, hı, Amma bu dəfə bağışladım, bu dəfə bağışlamadım. Bu səhvi müzakirə eləyə bilərik, bunu müzakirə eləyə bilərik. Müxtəlif davranışlar nümayiş etdirirsiniz. Hə, o zaman demək ki, bu düşüncə xətası yoxdur sizdə. Amma bir mənalı, hətta bu məsələn uğur və uğursuzluğa bağlı desək, bir insan deyir ki, mən ya uğurlu olmalıyam, ya mənim yaşama haqqım yoxdur. Hamı mənə hı, güləcək. Bu belə deyil. Uğurlu da ola bilərsən, yarı uğurlu da ola bilərsən, heç uğurlu olmaya bilərsən, yenə də heç kim sənə gülməyə haqqı yoxdur. Burada bir dənə sualım var. Bu ə, ə, qütbləşmələr ki olur, məsələn, Hı hı, siyasi qütbləşmələr, biz və onlar, dini qütbləşmələr, spiritual, bəzən saxta spiritual kultlar hı hı. yaradılır. Orada biz yaxşılar, dünya. Bu da həmin o ikili düşüncə tərzinin gətirdiyi nəticədir. Bəli, hə. Biz yaxşılar və pis onlar. Hı hı. Həmişə qütbləşdirmə həmişə düşüncənin çox rigid, çox sərt olduğunu Hı göstərir. hı. Hı Çünki hı. məsələn, indi çox var o bölmələr, spirituallıq, elm. Hı Hər bir yaxşı elmdə spirituallıq da var, hər bir spirituallıq da elmə hörmətlə yanaşır. hı. Bu yoxdursa, yəni əgər deyək ki, bir insan yalnız rasionallığa inanır. Bu qütbləşmədir və bir insan deyir ki, yox, elmə biz inanmırıq, sadəcə nə hiss eləyirəmsə odur. Hı Bu da hı. Hı qütbləşmədir. Yəni tam olmalıyıq, yin-yang kimi. Hər hı. ində yan var, hər yanda Hı in var. hı. O zaman siz tam olursunuz. Amma qütbləşdirmə bizi bir-birimizdən çox ayrı salır. Bir mənalı heç nə olmur. Bunu biz böyüdükcə başa düşməliyik və əgər biz bu hər şey və ya heç nə düşüncəsindən uzaqlaşa biliriksə, həm özümüzə qarşı, həm başqalarına qarşı daha dözümlü, mərhəmətli oluruq. Hı hı. Və bu düşüncə xətasında empatiya əksikliyi də olur, düz deyirəmmi? Biz Əlbəttə. pis elan elədiyimizi çox dəyərsizləşdiririk və bir də mən bu araşdıranda bu düşüncə xətasını mənə o belə təsir eləyən tərəflərdən biri də oldu ki, biz çalışırıq ki, qisas alaq, biz çalışırıq ki, ona pis olsun. Hı Biz -hı. onu ya həyatımızdan atırıq ya da çalışırıq ki, ona nəsə pis bir şey olsun. Hı O -hı. qədər artıq gözümüzdə dəyərsizləşdirmişik ki, dünən sevdiyimizə bu gün artıq aşırı dərəcədə nifrət eləyirik. Yəni bunun düşüncə xətası olduğunu o da göstərir ki, dünən sevgi idi, bu gün artıq döndü oldu nifrət. Hı Və biz -hı. artıq istəyirik ki, ona pis olsun. Çünki empatiya əksikliyi də var bu Hı düşüncə -hı. xətasında. Hə, hə, tamamilə doğrudur. Və bir insanla münasibəti pozuruqsa, hər hansı bir səbəbə görə, o demək deyil ki, o insan o anda, dünən mən bunu sevirdim, sən demişkən, bu anda artıq oldu qəddar, zəhmli, hörmətsiz bir insan. Hı hı, Bunu yəni qütbləşdirməsək, həm özümüz daha sağlam olarıq, həm o insanla hı münasibəti hı, saxlaya bilərik. Çünki məsələn, bəzən insanlar ayrılırlar, amma çox qütbləşdikləri üçün düşüncələrində o adamı həmişə özündən daşıyırlar. hı hı, Buraxa bilmirlər. Çünki orada sən demişkən bağışlamadıqları, hı hı, anlamadıqları, bir də əgər bu adam qəddardırsa, bu adam pisdirsə, mən hara baxırdım ki, mən onu necə sevmişəm, mən onu necə bəyənmişəm və burada özünə qarşı da empatiya olur ki, axı bu tam 100% qəddar deyil. hı Mən bunun yaxşı tərəflərini sevmişəm, amma demək ki, bunun elə bir xüsusiyyəti var ki, mən artıq onunla davam eləyə hı, bilmirəm. hı hı. Amma empatiya olmayanda özünə qarşı da olmur da, Aha. özünü də tənqid eləyir insan ki, mən niyə onu Hə, sevmişdim?
o özünə qarşı böyük bir utanc və günahkarlıq və nifrət hissləri başlayır özünə yükləməyə ki, mən niyə onu sevmişdim? Və illərlə onu bağışlaya bilmir, özünü bağışlaya bilmir Özünü. və hə, fiziki olaraq birlikdə olmasalar belə ruhunda onu hələ də daşıyır özünə. Bununla necə mübarizə etmək olar? Bunu necə sağaltmaq olar? Əgər məsələn siz bunu özünüzdə aşkar eləmisiniz, başqaları ilə danışanda özünüzə nəzarət edin ki, məndə belə bir düşüncə xətası tez-tez olur. Hal-hazırda mən yenə o düşüncə xətasını istifadə etmirəmmi? Çox qəddar deyiləmmi? Çox bir mənalı deyiləmmi? Bəlkə burada ağ-qara deyil, biraz da boz rənglər var. Bəlkə biraz daha diqqətli dinləməliyəm. Bəlkə mən biraz səhvəm burada. Bu birinci məsələn çıxış yolu ola bilər. İkincisi, mənim düşüncəmin faktı varmı? Bu mənim emosional düşüncəmdir, yoxsa bu faktdır ki, məsələn, bu adam davamlı olaraq zorakılıq edir və hamıya, ətrafında hər kəsə qarşı zorakılıq edir və mənə qarşı da zorakılıq edir. Yoxsa bu bir dəfə mənə qarşı sərt davrandı və mən dedim ki, bu zorakıdır. Yəni faktlarım varmı? Yenə ümumiləşdirməyə girmədən öncə, ağ-qara düşüncəyə girməmək üçün faktlarım varmı, yoxsa bu mənim emosional düşüncəmdir, emosional qərarımdır? Bu ola bilər. Və təbii ki, düşüncələrimizi yenidən qiymətləndirmək və başqa insana şans vermək və özümüzə də şans vermək ki, mən daimi ağıllı, savadlı, uğurlu ola bilmərəm. Və əgər 2, 5, 10 dəfə səhv elədimsə, bu tamamilə mənim bacarıqsız olduğumu göstərmir və hamının mənə güləcəyini göstərmir. Və yaxud mən məsələn burada iş tapmadımsa, bu ay iş tapmadımsa, o deməkdir ki, mən acından öləcəm. Və ya uşaqlar məsələn 15 yaşında peşə seçimini hələ etməyiblərsə, bu demək deyil ki, uşaqlar avara olacaqlar həyatının sonuna qədər. Bu narahatçılıq mübarizə etməyin də yolu budur ki, həqiqətən belədirmi? Ancaq bu, onu da bir belə haşiyəyə çıxaq ki, bu toksik və zoraki münasibətlərə aid deyil. Hardakı biz davamlı yanlış davranışlar görürük və bağışlayırıq və icazə veririk və qəbullanırıq. Çünki özümüz özümüzə deyirik ki, bir səhvdən, 2 səhvdən, 3 səhvdən, 5 səhvdən insan pis olmaz. Yəni buna bir haşiyəyə çıxım ki, yox, orada münasibətlər dayandırılmalıdır və lazım gələrsə insan həyatdan çıxarılmalıdır. Yenə ümumiləşdirməyə girmədən öncə fakt varmı altında? Fakt varsa, deməli, hə, bu düşüncə xətası deyil, bu faktdır. Və əgər çaşmışıqsa və ayıra bilmiriksə, düşüncə xətasındayıq, yoxsa həqiqətən də zorakılıqdayıq, mütləq dəstək almalıyıq, peşəkar dəstək almalıyıq. Çünki reallığımız təhrif olunubdur deməkdir və orada artıq köməyə ehtiyac var. İkinci düşüncə xətamız sırf emosiyalardan nəticə çıxartmaqdır və də bu da çox maraqlı bir kognitiv təhrifdir. Çox adam deyir ki, mən bu cür hiss edirəmsə, belədir. Məsələn, mən tənha hiss edirəm özümü. Bu deməkdir ki, mən tənhayam. Və yadına salırsan ki, sən necə tənhasan? Sənin ailən var, uşaqların var. Yəqin ki, onlarla vaxt keçirirsən. Hə, bəs mən niyə özümü tənha hiss edirəm? Sən özünü tənha hiss edə bilərsən. Bu demək deyil ki, sən tənhasan. Və yaxud da səhər oyanmışam və təşviş hiss eləyirəm. Deməli, nəsə pis bir şey olacaq. Aha. Sən təşviş hiss edə bilərsən, bu demək deyil ki, nəsə pis şey olacaq. Və ya məsələn, mən işdə özümü çox pis hiss eləyirəm. İşdə yəqin ki, məni heç kim sevmir. Sənin işdə özünü pis hiss etmək üçün müxtəlif səbəblər ola bilər. Yorğun ola bilərsən, işin çox ola bilər, münasibətə az girirsən, heç kəsi salamlamırsan, məsələn. Və yaxud da qəzəbliyəm. Deməli, kimsə nəsə bir səhv eləyib ki, məni əsəbləşdirsin. Amma fakt ortada yoxdur. Bu mənə çox maraqlı gələn bir şey idi. Çünki böyüyərkən ailədə bunu görmüşdüm. Yəni, yoxdur ortada bir səbəb ki, insanı qəzəbləndirəsən. Amma o artıq qəzəblidir və o bir bəhanə axtarır ki, konflikt yaşasın səndən ki, o duyğunu yaşasın. Bu, düşüncə xətası imiş. Emosiyalardan nəticə çıxarma imiş. Qəzəblidir, qəzəbi üçün səbəb tapa bilmir, kimsə onu əsəbləşdirib deyə inanmağa başlayır və konflikt yaradır.
yeməklə bağlı olan bozuntularda da olur. Məsələn, mən özümü ac hiss edirəmsə, mən acam. Məsələn. Amma əslində ola bilər ki, başqa bir emosiya var, yorğun ola bilərsən, qəzəbli ola bilərsən, amma Emosional aclıq ola bilər. hə, qucaqlamaq istəyirsən kimisə, tənha hiss edirsən özünü, amma deyirsən ki, mən acam. Ac hiss edirsən və ona görə özünü həmişə məntiqlə özünü ora gətirirsən. Və ya məsələn hər hansı bir çıxış eləyəcəksiniz və ya imtahana girəcəksiniz və qorxursunuzsa, qorxu hissi varsa, o zaman məsələn emosiyalarla əgər məntiqləşdirirsənsə, deyə bilərsən ki, mən pis hazırlaşmışam, ona görə pis yazacağam, qorxuram, ona görə 100% kəsiləcəm. hə, 100% kəsiləcəm. Bu da emosional reasoningdir. Çünki onu hələ bilmirsən. Onu sən hələ hansı suallar düşəcək bilmirsən. Və ya məsələn tərsinə də ola bilər. Çox özümə güvənirəm deyə qeyri-realistik bir addımlar ata bilərəm ki, hə, mən bunu da eləyərəm. Hazırlaşmısanmı? Mən hiss eləyirəm ki, məndə alınacaq. Reallıqda nədir? Hazırsanmı? Bunu bilirsənmi? Bunu məsələn çox maraqlıdır. Kişilərdə çox var bu. Məsələn, qadınlar işə başvuranda CV-nin %100 yəni tələblərə %100 uyğun olmaqlarını istəyirlər. Kişilər məsələn 50-40% uyğun olsalar, yenə o işə başvururlar. Və ya məsələn kişilər həmişə inanırlar ki, çox mərd olduqları üçün təyyarəni də idarə edə bilərlər. Hər hansı bir problem olsa. Bu da emosiyalara bağlı düşüncə qərarını verməkdir. Əslində fakt yoxdur bunun altında. Bu pilot olmayanda, yəni pilot bacarıqları olmayan hə, kişilər belə, hə, mən o tədqiqatı görmüşəm. ki, Qadınlarda tərsinə də daha çox mənfiyə köklənmiş olur. qadınlar daha çox Bacarmayacağam, hə, təşviş hiss eləyirəm, özümü dəyərsiz hiss edirəm. O demək ki, bu işi görə bilməyəcəm. Heç işə başvurmasam da olar, başlamasam da olar, layihəni başlamasam da olar. Onlarda tərsinə. mən özümü dəyərsiz hiss edirəmsə, dəyərsizəm. Mən özümü biliksiz hiss edirəmsə, biliksizəm. Mən özümü bacarıqsız hiss edirəmsə, bacarıqsızam. Və bu emosional məntiqin xətası elə burdadır ki, fakt nədir? Çünki çox vaxt olur ki, məsələn, özünü qadınlarda bu çox olur. Yetərincə yaxşı hiss etmirsən. Bu demək deyil ki, sən yetərincə yaxşı deyilsən. Burada o içindəki uşaqla da işləmək metodikasını istifadə eləmək olar da. Çünki bu uşaqlıqdan gələn bir şey ola bilər ki, o çətin duyğular yaşayan, emosiyalar axı uşaq üçün çox intensiv olur. Onun bədəni balacadır, şuuru hələ tam inkişaf eləməyib və o intensivlikdə o qayğı almayanda ehtiyacı olan, o çox tez özü öz uşaq şuuru ilə nəticələrə gəlir. Və bu sonra bizim avtomatik reaksiyamız ola bilər. Ona görə də o içindəki uşaqla işləyəndə, o inner child work işləyəndə o uşağı tapıb, onu sahiblənib, ona o duyğuları yaşamağa və o duyğulara qayğı göstərməyə kömək eləyəndə o yavaş-yavaş sakitləşir və reallıqla təmasa girir insan ki, faktlar hardadır. Çünki məndə məsələn təşvişlə bu çox var idi ki, mən nə zaman təşviş hiss eləyəndə mən çox əminliklə özümə deyirdim ki, 100% pis bir şey olacaq və bu mənə nəsillərlə də ötürülmüşdü. Məsələn, mənim ana nənəm çox belə narahat özünü hiss eləyəndə deyirdi ki, nəsə pis bir şey olacaq, ürəyimə damıbdı. Amma heç vaxt da pis bir şey olmurdu. Bu mənim anamda da bu təşviş var idi və bu ötürülmüşdü. Sonra yavaş-yavaş o sahibləndikcə o duyğuları, bir də o faktlara baxdıqca görürsən ki, yox, sən hər stres olanda pis bir şey olmur. Və nəsə pis bir şey olursa da bu sənin stresinə bağlı bir hadisə deyil idi. Bu sadəcə baş verdi, yavaş-yavaş reallıqla təmas çoxalır. Amma bu uzun müddətli bir yoldur. Bu belə bir gün səhər durdum və düşüncə xətasını dəyişdirdim deyil. Və başqa bir şey deyəcəm burada. Sənin fikrini burada almaq istəyirəm. Çox zaman biz deyirik ki, duyğular çox vacibdir. Çünki duyğular bizə göstərir ki, biz yanlış bir yerdəyik, yeni bir şey istəyirik və s. Biz zorakılıqda olanda duyğularımız çox yaxşı onu bizə siqnal verir. Bax, o siqnalları itələməmək üçün, o qəlbimizi dinləyə bilmək üçün, onu, duyğularını dinlə, qəlbini dinlə, onu bu düşüncə xətasından necə ayıraq? Çox gözəl sualdır əslində. Mən də bunu düşünmüşdüm. Bunun üçün reallığı həmişə yoxlamaq lazımdır.
Ola bilər ki, ümumiyyətlə zoraki bir münasibətdə olanda sənin reallığın tam real deyil. Hı Çünki hı. gazlighting olur, məsələn, sənin hiss etdiyi və dəyər verilmir və sən deyirlər, yox belə bir şey yoxdur, sən düzgün hiss eləmirsən və sən o hipnoza düşürsən. Zoraki Hı hı. insanla yaşayanda birdən-birə olmur axı, yavaş-yavaş olduğu Hı üçün hı. bu kontaktı itirirsən, təması itirirsən. Bunun üçün dostlar, tanışlar, terapevtlər var. Şübhələnirsinizsə, Hı hı. danışın. Mütləq danışın. Dostlarınıza, terapevtlərinizə və davamlı bunu hiss edirsinizsə, bir dəfə oldu da okey deyək ki, düşüncə xatası ola bilər. Amma davamlı bu olursa və artıq öz reallığınıza şübhə ilə yanaşırsınızsa, bunu mütləq kimlənsə müzakirə etmək lazımdır. Ümumiyyətlə qorxmayın. Deyirlər ki, evdəki söz-söhbəti çıxartmaq olmaz. Çıxartmaq lazım. Hı hı. Çıxartmaq lazım. Bunu elə zoraki insanlar deyirlər ki, evdəki söz-söhbəti qırağa çıxartmayın. Hı Hə? hı. Hı hı. Həm də Əgər zoraki insanlar sənə deyirlər ki, sən düşüncə xətasının içindəsən, ancaq çox emosionalsan, hər şeyi hə, duyğularınla qərar verirsən. Mən onun o səhv hə, anlaşılmaması üçün bu sualı verdim ki, bəzən biz sadəcə zorakılıqdayıq, düşüncə xətası içində deyilik hə. və duyğularımızı dinləməliyik. Duyğularımızla ümumiyyətlə təmasda olmalıyıq və duyğularımızı əslində bu məsələn bu emotional reasoning də elə oradan gəlir ki, uşaqlıqda valideyn uşağın hisslərinə dəyər vermir. Hı hı. Və uşaq məsələn nəsə hiss eləyir, tam başa düşmür. O valideynin işidir. Gəlsin uşağa desin ki, "A sən qəmginsən, a Hı sən hı. qorxursan." Hı Başa hı. düşürəm. A sən darıxırsan mamacığım. Sən uşağın anası gedir, uşaq çaşbaş qalır, bilmir nə baş verir. Hı hı. Amma görür ki, hisslərlə doludur bədəni. Və ya böyük gəlir, onu qucaqlayır, deyir ki, mama nə istəyirsən? Uşaq başlayır ağlamağa ki, hə, həqiqətən darıxırdı. Nəsə hiss eləyirdi. Uşaqlara biz kömək eləyirik o hisslərə ad qoyaq. Ona görə bu məsələn uşaqlıqdan gəldiyi üçün uşaqlıqdan biz öyrətməliyik ki, necə hisslərimizlə təmasda olaq, onlara düzgün ad qoyaq. Düzgün ad qoya bilmiriksə kömək istəyək, müzakirə edək. Çünki məsələn yaxın dost nə üçündür? Elə onun üçündür ki, zəng edib soruşasan ki, mən nəsə özümü pis hiss eləyirəm. Bax belə-belə şeylər baş verdi. Sən nə düşünürsən? İkinci fikir almaq yaxşıdır. Onda deyirsən ki, hə, okey, mən reallıqla düzgün bacarıram. Okey. Keçək növbəti düşüncə xətasına və bu personalization və ya şəxsiləşdirmə. Bu nə deməkdir? Hər hansı bir əhvalat baş verir, hansı ki sənə bəlkə də heç bir aidiyyəti yoxdur, amma sən deyirsən ki, o mənim günahımdır və ya mən belə etməsəydim başqa cürə olardı və hər hansı bir əhvalat baş verirsə, orada özünü günahlanırsan, özünün rolunu böyüdürsən. Məsələn, bunu analar çox edir. Mən məsələn praktikamda da bununla üzləşirəm. Uşaq pis oxuyursa günah məndədir. Uşaqda hər hansı bir mental pozuntu varsa, biz nəsə səhv elədik. Uşaq uğurlu deyilsə, mən nəsə səhv elədim. Məsələn, qadınların daha çox hər əhvalatı şəxsiləşdirməsində məncə cəmiyyətin də rolu çox böyükdür. Çünki biz qadının üzərinə çoxlu yük qoyuruq. Həm uşaqlarına, həm ailəsinə, həm də məsələn həyat yoldaşlarına qarşı. Deyək ki, həyat yoldaşım mənə xəyanət edirsə, bu mənim günahımdır. Mən yetərincə ona qayğı göstərmədim. O özünü xoşbəxt hiss eləmədi. Yox. Biz burada ayırmalıyıq. Mənim məsuliyyətim hardadır? Onun məsuliyyəti hardadır? Mən Bax, indi bu düşüncə xətası, bunu deyim, unutmamış, giribdir o saxta spirituallığa. Sən özün də çox görürsən bunu. Sənin dişil enerjin dişil enerji, olsaydı, feminin enerjin olsaydı, yerində olsa, sənin partnyorun da sənə dəstək verən olacaq, sənə qayğı göstərən olacaq, sənin istədiyin gün maskulin olacaq, amma sən dişil enerjidə deyilsənsə, sən feminin deyilsənsə, deməli sənin günahındır ki, sənin partnyorun sənə qayğı göstərir. Bu həmin əslində toksik normadır, fərqli cümlələrlə. Hə. Və burada buna çox diqqətlə yanaşmaq lazımdır. Və çox sağ ol bunu yadıma saldın. Saxta spirituallıqda belə bir düşüncə var ki, həyatını sən yaradırsan. Sən təsəvvür elədin, ona görə belə oldu. Biz hər şeyi idarə edə bilmirik. Müəyyən şeyləri idarə edə bilirik, müəyyən şeyləri idarə edə bilmirik.
Amma biz bunu davamlı insanın üstünə qoysaq ki, sən çox istəsən, çox çalışsan, çox elə şeylər var ki, bizdən asılı deyil. Hı hı. Və mən ora istəsəm də müdaxilə edə bilmirəm, istəməsəm də müdaxilə edə bilmirəm. Özəlliklə başqa insanın davranışı. Özəlliklə bunu bax yaxşı vurğuladın. Başqa insanın həyatına və ya davranışına biz müdaxilə edə bilmirik. Hə, hansısa bir təsirimiz var. Amma bir mənalı öz üstümə götürmək ki, mən yaxşı ana olsaydım uşağım yaxşı oxuyardı. Hı hı. Mən yaxşı anam olsaydım uşağımın şəxsiyyət pozuntusu olmazdı və ya hər hansı bir düşüncə, mental problemləri olmazdı. Burada müəyyən şeylər genetikaya bağlıdır, müəyyən şeylər çevrəyə bağlıdır, müəyyən şeylər cəmiyyətin dəyərlərinə bağlıdır. Hər şeyi biz öz üstümüzə götürüb və hər şeydə demək bu mənə görə oldu. Mən nə isə səhv elədim. Mən nə isə vaxtında görmədim. Mən yetərincə dışıl qadın enerjisini göstərə bilmədim. Yox. Hı hı. Burada bu düşüncə xatasına girməyin çox böyük şeyi var, faizi var ki, bu cür biz əgər uşaqlıqdan bunu eşidiriksə, böyüyəndə də fikirləşirik ki, hə, biz nə isə səhv elədik ki, həyat istədiyimiz kimi getmir. Yəni kontrolumuz olmayan vəziyyətlərdə üzərimizə məsuliyyət yüklənibsə uşaqlıqdan, günahkarlıq yüklənibsə, onda biz artıq kontrolumuz kənarında olan hadisələrə görə başlayırıq məsuliyyət götürməyə. Çox yaxşı vurğuladın. Uşaqlıqda bu necə yaranır? Məsələn, qəzəbli atadırsa evdə, ana uşaqlara deyir ki, atanızı əsəbləşdirməyin, sakit oturun. Amma ata qəzəbli də ona görə yox ki, uşaqlar sakit oturun. Ata zaten qəzəbli olmağı seçib. Hər hansı bir öz səbəbinə görə. Amma uşaq həmişə fikirləşir ki, mən nəsə elədim ki, papam qəzəbləndi. Hətta uşağa qəzəblənməyəndə belə. Və ümumiyyətlə travmatik bir mühitdə, evdə ailə hər hansı bir şəxsi xəstə olanda, məsələn, hər hansı bir asılılığı olanda, hər hansı bir psixi xəstəliyi olanda, bunu uşağa düzgün başa salınmayanda uşaq elə bilir ki, günah məndədir. Və ya bir mənalı məsələn valideyndir ki, sən elədin. Sakit olsaydın atan əsəbləşməzdi. Yaxşı 5 alsaydın atan əsəbləşməzdi, çığırmazdı. Biz o travmanı yaşayırıqsa, emosional olaraq elə orada ilişib qalırıq. O qorxu hələ də canımızda qalır. Və buna əsaslanaraq o uşağın olan düşüncəsi ilə böyüyərək biz fikirləşirik ki, nə isə səhv getdisə, burada mənim rolum böyükdür. Bunu mən belə elədim. Mən başqa cürə eləyə bilərdim. Bununla mübarizə etmək üçün mən nə tövsiyə eləyərəm? Çox qısa bir cümlə. Siz o qədər də güclü, bacarıqlı deyilsiniz. Öz limitlərimizi bilməliyik. Nəyə təsir edə bilərik, nəyə təsir edə bilməliyik. Valideyn səhv eləmiş də ola bilər və bu da okeydir. Uşağa onun ehtiyacı olan qayğı göstərilmədi, onun inkişaf edən illərində və uşaqda təşviş yarandı və illər sonra valideyn geriyə dönüb baxanda başa düşdü ki, hə, o burada belə bir buna yol veribdi. Okey. Yəni valideyn də bir insandır. Hə. Yəni burada da bax, valideyn də bir insandır və nədəsə səhv edib ümumiləşdirməyə və all or nothing, yəni hər şeyə, heç nəyə girib də demək lazımdır ki, mən artıq pis anayam. Mənim uşağımın hansısa problemi var. Çox vaxt ona görə məsələn mütəxəssisə də müraciət etmirlər ki, gedəcəm orada deyəcəklər ki, sən pis anasan və mən bununla üzləşə bilməyəcəm. Hər bir ananın, hər bir valideynin haqqı var ki, səhv eləsin və onu düzəltsin. Çünki hamımız ilk dəfə valideyn oluruq. Nə isə də bilirik, nə isə də bilmirik. Dəstəyə ehtiyacımız var, köməyə ehtiyacımız var. Yetər ki, o istək olsun ki, ən yaxşısını uşağım üçün eləyim. Bacardığım qədər. Bacarmırsınızsa da mütəxəssisə müraciət edib və ya dostlarınıza, tanışınıza. Yəni burada çox vacib nədir? Bütün düşüncə xətalarındakı dünya ilə kontaktı itirməyin.
ailə üzvün xəstələnirsə və yaxud da xəstəliyi pisləşirsə, sən özünü günahlandırırsan ki, mən ona daha yaxşı qayğı göstərsəydim, o xəstələnməzdi. Mən onu özüm vaxtında həkimə aparsaydım, o xəstələnməzdi. Bu artıq şəxsiləşdirmədir. Yəni kontrolumuz olmayan bir şeyi öz üzərimizə götürürük. Özəlliklə biz cəmiyyətimizdə bunu eləyirik. Valideynlərimiz yaşlanırsa, biz başlayırıq bunu özümüzə eləməyə ki, mənim günahımdır. Mən vaxtında həkimə aparmadım. Mən kifayət qədər qayğı göstərmədim və s. Hə, mən nəyisə başqa cürə eləməli idim ki, bu cür olsun. Amma burada çox vacibdir. Ümumiyyətlə psixi sağlamlığın bir vacib amili də odur ki, mənim nəyə təsirim çatır, nəyə çatmır. Mənim harda kontrolum var, harda yoxdur. Mən nəyə nəzarət edə bilərəm, harda mən gücsüzəm. Bunları ayırmaq lazımdır. Və kontrolun, nəzarətin, gücün çatdığı yerdə bacardığını elə. Amma eyni zamanda da qəbul elə ki, sənin də bacarığın limitlidir. Sənin də nəzarətin limitlidir. Hər şey səndən asılı deyil. Nəsə olacaqsa olacaq. Yəni səndən asılı olmayan səbəblərə görə də pis şeylər baş verə Burada bilər. artıq özünə mərhəmət praktikasını eləmək lazımdır. Davamlı ki, o artıq bədənə otursun və inteqrasiya olsun ki, biz o xətadan uzaqlaşaq. Bir də bu şey mənim diqqətimi çəkmişdi ki, bu düşüncə xətasında olan insanlar həmişə düşünürlər ki, onlarda nəsə problem var mütləq. Mütləq nəsə problem var və başqaları onları mənfi mənada mütləq hədəfə alırlar. Nəsə onların səhvini tutmağa çalışır. Bu o biri düşüncə xətasına da biraz oxşuyur. Hardakı biz daimi diqqət mərkəzində hiss edirik. Və yaxud da bir misal çəkilmişdi mənim oxuduğum məqalələrdən birində. Bir qrup dostlar, siz də o dost çevrəsinin bir hissəsisiniz və görürsünüz ki, onlar birlikdə olduğunuz bir məkanda kənara çəkiliblər və birlikdə söhbət edirlər. Siz bunu şəxsiləşdirirsiniz və elə bilirsiniz ki, onlar qəsdən sizin bilməməli olduğunuz bir mövzuda sizi təcrid edirlər və öz aralarında söhbət eləməyə çalışırlar. Bu da mənim diqqətimi çəkmişdi. Çünki bu misalları mən görmüşəm real həyatda. Ki, insanların bu düşüncə xətasına düşdüyünü və incidiyini dostlarından və s. görmüşəm. Çünki burada şey də əlavə olur da, mind reading. Yəni düşüncəni oxuma. Başqa bir düşüncə xətası da əlavə olunur həmişə. Burada bir dənə də nümunə verim. Mənim də çox fikrimi cəlb elədi. Məsələn, hər hansı bir cütlük ayrılırlarsa, onlardan biri gəlib soruşur ki, məsələn, mən nəyi səhv etdim ki, o məni atdı? Mən nəyi başqa cürə eləməli idim ki, o məni sevsin? Mən nəyi səhv elədim ki, o artıq məni sevmir? Sanki başqasının səni sevməyi üstündə sənin nəzarətin var, sənin kontrolun var. Və bu da şəxsiləşdirmədir ki, mən nəyi başqa cürə, ümumiyyətlə şəxsiləşdirmə uşaqlıqda başlayır ki, mən nəyisə başqa cürə eləsəydim, hər şey yaxşı olardı. Günah məndədir. Mən hardasa nəyisə səhv elədim. Və buradan da mükəmməlliyətçiliyə bir yol gəlir ki, mən hər şeyi həmişə yaxşı eləsəm, hamı məni sevəcək. Və bu bir tələdir. Bu tələdən çıxa bilmirik sonra ki, nəsə pis getdisə deməli yetərincə çalışmadım, yetərincə yaxşı olmadım və həmişə özümü günahlandırıram. Hər hansı bir mənə aid olmayan, vaxtında dursaydım, vaxtında mən ona zəng eləsəydim, o indi getməzdi. Amma bu həqiqətən şəxsiləşdirmədir. Neçə illər əvvəl vaxtında filan qərarı versəydim, indi bu vəziyyətdə olmazdım və s. Bunların hamısı əslində şəxsiləşdirmə. Amma burada mən bir haşiyəyə çıxım ki, əgər deyək ki, münasibətlər zorakı idisə və zorakılıq etmiş biri münasibətlər dağılandan sonra düşünməyə başlayır ki, mən nəyi dəyişdirə bilərdim ki, belə olmasın. Bu düzgün yanaşmadır. Yəni bu şəxsiləşdirmə deyil, bu düşüncə xətası deyil. Çünki zorakılıq etmiş biri münasibətləri zaten o səviyyəyə gətirib çatdırıb ki, onlar dağılıbdılar. Burada şəxsiləşdirmə yoxdur da, yəni burada xəta yoxdur. Çünki çox güman ki, zorakılıqdan sonra ayrılan insana deyirlər ki, sən zorakılıq edirdin, ona görə mən səndən ayrıldım və o sonra gəlib soruşur ki, mən nəyi səhv elədim? Amma məsələn, ümumiyyətlə hər hansı bir səbəbə görə alınmırsa münasibət və orada üstdə günah axtarmaq 100% bir mənalı məndədir günah. Mən başqa cürə eləyə bilərdim, mən buna münasibəti saxlaya bilərdim kimi düşüncə şəxsiləşdirmədir. Okay? Good.
Günahlandırma. Hı. Günahı başqasının üstünə atmaq. Burada bilmək lazımdır, nə vaxt günah mənimdir, nə vaxt günah başqasınındır. Çünki əgər mən davamlı olaraq hər hansı bir əhvalatda, situasiyadan sonra başqasını günahlandırıramsa, bu da düşüncə xatasıdır və bu mənə maneə törədir ki, mən inkişaf edeyim. Çünki mən heç vaxt öz üstümə məsuliyyət götürmürəm. Məsələn, nümunə verək. Məsələn, valideynlərimin günahı idi ki, vaxtında məni düzgün yönləndirmədilər və mən indi ona görə də karyeramı qura bilmirəm, münasibətlərimi qura bilmirəm və s. Aha. Və ya Bu məsələn, günahlandırmadır. hə, mən daha gözəl həyat istəyirəm və mənim həyat yoldaşımın günahıdır ki, mənə daha çoxlu pul vermir. Məsələn, bu da başqalarını günahlandırmaqdır. Və ya mən imtahana yaxşı hazırlaşmadım, getdim, pis nəticə qazandım, müəllimi günahlandırıram ki, qərəzli idi. Və yaxud da sualları o qədər çətin eləmişdi ki, bu qədər çətin olmamalı idi. Yenə davamlı belə olursa, davamlı başqalarını günahlandırırsansa, bu bir düşüncə xatasıdır. Davamlı özünü günahlandırırsansa, bu da düşüncə xatasıdır. Çünki niyə? Yenə gəldik o iki tərəfli düşüncəyə. Hər şey həmişə eyni ola bilməz. Bir vaxt belə olacaq, bir vaxt elə olacaq. Əgər bir tərəfli, elə bil ki, hər hansı bir eynək geyinmirsən, negativ eynək geyinmirsən gözünə və hər şeyə negativ nöqtədən baxırsan. O zaman sənin həyatın da çox qaramsal, çox ağır gəlir, depressiya, təşviş və başqa pozuntular ola bilər. Bunun yaranmasından danışmaq istəyirdim. Bu da uşaqlıqda, məsələn, uşağı məsuliyyətə cəlb eləmirlər. Uşağı həmişə rahatlayırlar ki, heç eyb yox, bu gün alınmadı, bu sənin günahın deyil, sən həmişə yaxşısan və uşaq özünü heç nədə məsuliyyətli hiss eləməyə hazır deyil və davamlı başqalarını günahlayaraq məsuliyyətdən boyun qaçırdır və möhkəmləşmir. Və məsələn, və uşaq inanır valideyn ki, başqaları daha güclüdür, daha bacarıqlıdır, nəinki mən. Ona görə mənim həyatıma onlar yön verir. Buna inanmağa başlayır. Və bu inanc böyük olana qədər də gəlib çıxır, böyüklük yetişkinliyimizdə də bizlə gəlir. Və əslində bədəncə böyüyür insan, amma ruhu böyümür. Yəni infantil olaraq qalır və həmişə hamını günahlandırır ki, mən burada niyə bacarıqlı olmadım? Çünki burada mühit yaxşı inkişaf etməyib və ya yəni davamlı səbəbi başqalarında, şirkətlərdə, ölkələrdə, başqa şeylərdə axtarır, amma Dünyada ki, dünya ədalətsizdir, həyat onsuz da ədalətsizdir və s. Və reallıqda həqiqətən də çox çətinliklərlə üzləşir ola bilərik. Yəni bu demək deyil ki, biz heç vaxt bunu hiss eləməməliyik. Ki, burada ədalətsizlik oldu, burada həyat çətin oldu, burada mühit əlverişli olmadı. Bu deməkdir ki, biz bunu hiss... Amma biz daima, hər addımımızda bunu hiss eləyiriksə, budur artıq. Yəni deyək ki, məsələn, bir nümunə ağlıma gəldi. Deyək ki, sən bir iş yerinə getdin və orada müdirin çox çətin idi, sən o işdən çıxdın. Getdin başqa yerə düzəldin, 3 aydan sonra yenə deyirsən ki, burada müdir pisdir, mən bu müdirlə işləyə bilmirəm, yenə işdən çıxdın. Üçüncü yerə işə düzəlirsən və orada yenə müdir pisdirsə, yenə ona görə gəlib deyirsən ki, mən bu işdə bacarmadım, müdir pisdir. Burada artıq sual yaranır. Üçü də pisdirmi, yoxsa sən nə isə səhv edirsən? Çünki bu çox rahat, çox infantil bir yanaşmadır ki, burada mühit toksikdir, müdir pisdir. Orada mühit toksikdir, müdir pisdir. Burada mühit toksikdir və ya məsələn müdir bunu işçilərinə qarşı eləyə bilər ki, bu bacarıqsızdır, o bacarıqsızdır, bu bilmir, bu köhnə düşüncəlidir, bu nəmlə və heç kəsi bir dənə uyğun işçi tapa bilmirsə, bu demək ki, artıq düşüncə xatasıdır. Yəni həqiqətən reallıqla üzləşməyə hazır deyil bu adam. Çox çətin olur bu düşüncə xətasında olmaq bədən üçün. Çünki davamlı qıcıq yaşayır bədən, davamlı qəzəb yaşayır bədən ki, alınmır çünki mənim kontrolümdə deyil heç nə. Mən məsuliyyətli deyiləm heç nəyə. Və bu həm də ona görə ola bilər ki, təkcə valideynlər sənin yerinə hər şeyi eləyəndə yox, həm də sən nəsə səhv eləyəndə,
sənə məsuliyyət öyrətmək əvəzinə səni aşırı dərəcədə günahlandıranda, Mhm. o günahkarlıq və utanc Hə. yüklənəndə sən artıq məsuliyyəti Mhm. günahkarlıqdan ayıra bilmirsən. Mhm. Ona görə məsuliyyət götürməkdən qaçırsan. Çünki Mhm. qorxursan ki, günahkar olaram və başqalarını məsuliyyətli eləyirsən. Bu düşüncə xətası, o duyğudan səni qaçırtmaq üçün bu düşüncə xətası Hə. yaranır ki, əslində mənlik deyil. Hə. Əslində dünya ədalətsizdir. Hə. İnsanlar icazə vermirlər. Aha, dediyimiz kimi bu bir qoruyucu mexanizmdir. Və deyək ki, əgər uşaqlıqda uşağa qarşı çox yüksək standartlar tətbiq olunur və uşaq ancaq əlaçı olmalıdır və o əlaçı kimi gəlməsə, evdə onu çox böyük cəza gözləyirsə, əlacı nədir? Uşaq o dəqiqə deyəcək ki, məndən asılı deyil idi. Başqalarından asılı idi ki, bu cəzalandırmadan özünü qorusun. Ya şəxsiləşdirəcək, Hə. deyəcək ki, mənim günahımdır, hər şeyi səhv edirəm, heç vaxt bacarmıram. Ya da bu birisi iki müdafiə mexanizmindən birinə girəcək. Hə. Ya daima özünü günahlandıracaq, ya da daima kənarı günahlandıracaq. Əslində bu balaca uşaq özünü qorumağa çalışır. Hə. Və bu məsələn mükəmməliyyətçilərdə çox olur. Hər ikisi. Həm şəxsiləşdirmə, həm günahı başqalarına atmaqda mükəmməliyyətçi insanlarda çox olur. Ümumiyyətlə bacardığınız qədər mükəmməliyyətçilikdən uzaqlaşın. Heç yaxşı şey deyil. Çox böyük fəsadlara, pis fəsadlara gətirir. Okay. Və qaldı sonuncu, bugünə olan sonuncu danışmaq istədiyimiz haqq etmə inancı. Düzdür. Yəni dünyanın mənə borcu var. Heç nə etmədən nəyəsə layiqəm. Heç çalışmasam da mənə ən yüksək vəzifə, mənim biliyim də olmasa, bacarığım da olmasa, yüksək maaşa və yüksək vəzifəyə layiqəm. Əsası olmadan. Əsası varsa, okey də, əsası olmadan bunu tələb eləyirsənsə və ya mən gözələmsə, mən varlı olmalıyam. Belə bir inanc var. Mən ağıllıyamsa, mənə özləri gəlib iş təklif eləməlidirlər. Mən bacarıqlıyamsa, özləri gəlib məni tapıb dəvət eləməlidirlər. Bu belə bir hiss Yəni var. mən yaradıcıyamsa, kreativəmsə, özləri məni kəşf eləməlidirlər. Hə. Bax bu mənim nəyisə haqq etdiyim bir yanlış düşüncədir. Çünki bu insanı hərəkət etməkdən durdurur, bu insanı inkişaf etməkdən durdurur. Çünki axı reallıqla üzləşmir. Bu elə bilir ki, əgər mən həqiqətən nəsə gözəl bir şey yaratmışamsa, gəlsinlər özləri məni tapsınlar və çoxlu pul versinlər. Və başa salanda ki, uzun bir yoldur, bunu yavaş-yavaş eləmək lazımdır, özünü təqdim eləməlisən, çalışmalısan, axtarmalısan, xahiş eləməlisən, təklif eləməlisən. Və sonunda kimsə gəlib sənə istədiyini verəcək, sən deyirsən yox. Mən ağıllıyam, mən varam, gəlsinlər mənə pul versinlər. Belə olmur. Reallıqda belə olmur. Həqiqətən o insan həqiqətən bacarıqlı və yaradıcı ola bilər. Amma heç nə eləmirsə, heç bir hərəkət etmirsə və oturub sadəcə gözləyir ki, dünya buna hər şeyi verəcək. Bu düşüncə xətasıdır. İngiliscə adı entitlementdir. Yəni mən nəyisə haqq eləyirəm. Heç nədən durdum. Çünki mən ağıllıyam. Çünki mən yaradıcıyam. Çünki məni kimi insanlar azdır. Çünki mən gözələm, məsələn. Bu düşüncə xətasında maraqlıdır ki, problem həll etmə bacarıqları, insanlarla ünsiyyət bacarıqları, sağlam münasibət qurmaq bacarıqları zəif olur. Ona görə məsələn tədqiqat göstərir ki, bu inancı olan, bu düşüncə xətasında olan insanlar iş müsahibəsindən çox rahat keçirlər. Çünki çox özündən əmin bir enerji verirlər, çox özündən əmin bir mənzərə göstərirlər və onlar işə götürülürlər. Və əgər deyək ki, menecer olaraq və yaxud da vəzifəyə hansısa işə götürüləndən sonra o işi həyata keçirə bilmirlər. Çünki komanda ilə ünsiyyət qura bilmirlər, çünki davamlı düşünürlər ki, insanların onlara borcu var, problemləri həll edə bilmirlər, işdə konfliktlər və yaxud da uğursuzluqlar olanda onları keçə bilmirlər. Təəssüflər olsun ki, bu düşüncə xətası həm də bizim inkişafımıza çox mane olur. Bu düşüncə xətasının əslində ən böyük fəsadı odur ki, inkişafa mane olur. Və münasibətlərə də sən yaxşı buyurdun. Münasibətlərə çox böyük maneə törədir. Niyə?
mən nə isə haqq edirəmsə, onda düşünürəm ki, insanlar gəlib çalışmalıdırlar ki, məndən münasibət qursunlar. Onlar gəlsinlər məndən dost olsunlar. Onlar gəlsinlər məni dəvət eləsinlər harasa. Onlar məni harasa aparsın və özüm heç bir cəhd göstərmir ki, gedim bir yığıncaq eləyim, bir yığış insanları yemək hazırlayım, qonaq çağırım və ya gedim təklif eləyim, gedib birlikdə vaxt keçirək. Yox, oturub gözləyirlər ki, axı o şey var, hiss var ki, mən haqq edirəm, ən yaxşısını haqq edirəm. Dünya məni gəlsin, entertain eləsin, yəni məni şənləndirsin, mənim həyatımı gözəlləşdirsin. Və bu düşüncə xatasıdır və belə olmur. Ümumiyyətlə münasibətlər iki tərəfli olmalıdır. Yəni bu düşüncə xataları insanı əslində tənhalığa və uğursuzluğa gətirir. Bugün sadaladıqlarımız əslində hamısını ümumiləşdirsək, bunlar məhz münasibətləri korlayan və tənha, bacarıqsız, uğursuz bir yola aparan düşüncə xatalarıdır. Burada bir dənə də balaca haşiyəyə çıxım. Bu dünyanın mənə borcu var məsələsində. Burada insan olaraq dəyərimiz şübhə altına alınmır. Yəni biz nailiyyətlər əldə eləməli deyilik ki, dəyərli olaq. Biz özümüzü göstərməli deyilik ki, yaxşı münasibətlərimiz olur. İnsan olaraq biz dəyərliyik. Burada öz dəyər adiyyəti yoxdur. Burada münasibət qurmaqda, karyera qurmaqda, nələrsə əldə etməyə çalışmaqda, burada insan heç bir addım atmırsa irəli, dünyanın ona borcu yoxdur. Amma bu insan dəyərsizdir demək deyil. Bu insan heç nə eləməsə də, heç nə əldə eləməsə də, bu insan insan olaraq yenə də var olduğu üçün sadəcə dəyərlidir. Hamıdan küsmək, cəmiyyətə küsmək, həyatıma küsmək, bəxtimə küsmək ki, kimsə gəlib mənə mən istədiyimi vermir. Olmayacaq da, belə olmur. Reallıq belə deyil. Bununla necə mübarizə etmək olar? Təşəkkür etmək, yadına salmaq ki, kimlərsə sənin üçün nələrsə eləyib və bunun üçün minnətdarlıq hissi duymaq, yadına salmaq bunları və uşaqlara təbii ki, lap balaca vaxtından məsuliyyəti öyrətmək lazımdır. Belə bir norma da var da, uşaqlara öyrədirik ki, o sənin ailə üzvün olduğu üçün sən onu sevməlisən, sən ona hörmət eləməlisən. Uşaq qarşılıqlı hörmət görmürsə belə, bunu adətən biz ailədə kişilər üçün eləyirik. Məsələn, o sənin atandır, amma o qayğı göstərmir uşağa və uşaq məcbur edilir onu sevməyə, çünki o sənin atandır. Uşaq da bu modeli götürür. Uşaq sonra dünyada da onu başlayır tələb eləməyə ki, mən qayğı göstərməsəm belə, mən sənin atan olduğum üçün, yoldaşın olduğum üçün, sənin müdirin olduğum üçün və s. və s. sən məcbursan mənə hörmət eləməyə və mənə qayğı göstərməyə. Çox gözəl nöqtədir. Yanlış obraz yaradılır. Ümumiyyətlə oğlanlarda bu daha çoxdur ki, mən oğlanamsa, mən kişiyəmsə, mənə hörmət etməlidirlər. Mən kişiyəmsə, mənim sözümə baxmalıdırlar, mənə qulaq asmalıdırlar. Və belə deyil dünyada. Sən kişi də olsa, oğlan da olsan, münasibəti qazanmalısan, münasibəti yaratmalısan, münasibətə nəsə qatmalısan ki, səninlə də münasibət qursunlar. Çox sağ ol, Gülər. Okey, çox maraqlı oldu.